Salam. Bilirsiniz, bəzən düşünürəm ki, tarixdə ən vacib anlar bəlkə də heç vaxt başlıqlara çıxmayanlardır. Yəni o anlar ki, nəsə baş vermədi. Hə, tamamilə razıyam. Elə məqamlar olub ki, dünya, necə deyim, bir tükdən asılı qalıb. Amma qırılmayıb. Bax, bugünkü söhbətimiz də məhz bu cür anlar haqqındadır. Üçüncü Dünya müharibəsinin başlamaq üzrə olduğu, amma son anda qarşısının alındığı vəziyyətlər. Əsasən də yox olmaqdan xilas edən anlar sənədindəki məlumatlara baxacaq, elə deyilmi? Bəli, əsas mənbəmiz odur. Hazırsınızsa başlayaq elə 1962-ci ildən, Karib böhranından. Əla. 1962. Vəziyyət onsuz da gərgin idi, amma Sovet İttifaqı Kubada gizlicə nüvə raketləri yerləşdirəndə Və ABŞ kəşfiyyat peykləri bunu aşkarlayanda bax onda sanki bütün dünya nəfəsini tutdu. Kennedy ilə Xruşov arasında çox təhlükəli bir oyun başladı. Güc nümayişi. kim daha güclüdür oyunu və heç kim geri çəkilmək istəmirdi. Çünki bu nüfuz itkisi demək idi. Düzdür. Və ABŞ dərhal reaksiya verdi, Kubanı dənizdən blokadaya aldılar. Bəli, dəniz blokadası elan etdilər. Sovet gəmiləri isə düz o blokada xəttinə doğru irəlilədi. Gərginliyə bax. Deyilənə görə bircə səhv güllə, bircə təsadüfi atəş hər şeyi başlada bilərdi. Əlbəttə. Dünya 13 gün sözün əsl mənasında nüvə müharibəsi astanasında dayandı. Hətta o vaxt ki, ABŞ rəsmilərindən birinin məşhur sözü var, deyir ki, əgər Sovetlər bir raket atsa, biz tam güclə cavab verəcəyik. Ondan sonrası, yəni ancaq dua edə bilərik. Tam elə idi. Amma bəlkə də ən kritik, ən həyəcanlı anlardan biri suyun altında baş verdi. O çox danışılmır. Suyun altında? Necə yəni? ABŞ esminesləri bir Sovet sualtı qayığına B-59-a yaxınlaşıb ona dərinlik bombaları atmağa başlayır. Amma təlim məqsədli idi bunlar. Yəni, qayığı su üzünə çıxmağa məcbur etmək üçün bir siqnal idi. Təlim məqsədli. Amma qayıqdakılar bunu necə biləcəkdi ki? Yəqin elə bildilər, hücum başladı. Məsələ, kapitan Valentin Savitski tam olaraq belə düşünür. Müharibə başlayıb və əsəbi halda nüvə başlıqlı torpeda atmaq əmri vermək istəyir. Aman Allahım, nüvə torpedosu. Bəli, qayda isə belə idi. Bu cür qərar üçün 3 əsas zabitin kapitan, siyasi zabit və flotilya komandirinin razılığı lazım idi. Savitski və siyasi zabit hə deyir, atırıq. 2 nəfər razı. Hər şey deməli 3-cü adamdan asılı idi. Aynen. Flotilya komandiri Vasili Arxipov idi o. Və o qətiyyətlə yox deyir. Yox, bütün bu təzyiqin altında. Arxipov israr edir ki, bu hücum deyil, sakit olun, bu sadəcə siqnaldır. Nüvə silahı ilə cavab vermək ağılsızlıq olar. Onun sakit, amma çox qətiyyətli mövqeyi, biz düyməni basmayacağıq, sakit olun deməsi kapitanı fikrindən daşındırır. Təsəvvür elə, əgər Arxipov da hə desəydi. Çox güman ki, o torpeda atılacaqdı, ABŞ gəmisi məhv olacaqdı və çox böyük ehtimalla 3-cü Dünya müharibəsi başlayacaqdı. Bir adamın təmkinli yoxu dünyanı xilas etdi. İnanılmaz bir hekayədir. Amma deyəsən bu yeganə belə an değildi, hə? Səhv etmirəmsə 80-cı illərdə də buna bənzər bir hadisə olmuşdu. Düzdür, olmuşdu. Təxminən 20 il sonra 1983-cü ildə. Soyuq müharibə yenə çox gərgin bir nöqtədə idi. Sentyabr ayı idi. Bir gecə birdən-birə Sovetlərin erkən xəbərdarlıq sistemi həyəcan siqnalı verir. Yenə həyəcan siqnalı. Bu dəfə nə idi? Sistem göstərir ki, ABŞ tərəfindən 5 ədəd qitələr arası balistik raket buraxılıb. Bütün monitorlar qıpqırmızı yanır, sirenalar çalır. Hər şey real görünürdü. Protokola görə də cavab zərbəsi barədə qərar dərhal verilməli idi. Və bu dəfə qərarı kim verməli idi? O kritik kresloda kim oturmuşdu? Həmin gecə komanda məntəqəsində növbətçi zabit polkovnik leytenant Stanislav Petrov idi. Bütün sistemlər, bütün göstəricilər hücum qışqırsa da Petrovda nəsə bir şübhə yaranır. Şübhə? Niyə ki? Düşünür ki, əgər ABŞ ilk zərbəni endirirsə, niyə cəmi 5 raketlə? Yəni, bu ona məntiqsiz gəlir. Tam miqyaslı hücum belə olmaz axı. O, inanılmaz bir riskə gedir və bunun sistem xətası olduğuna inanmağa başlayır. Necə yəni? Bütün texnologiya, siqnallar hücum var deyir, o isə öz hisslərinə güvənir. Bu ki, çox riskli addımdır. Çox riskli.
Özü də sonralar etiraf edib ki, o an düşünüb, əgər səhv edirəmsə, sabah olmayacaq. Yəni, nəticənin fərqində idi. Amma buna baxmayaraq, yuxarı rəhbərliyə bunun yalançı həyəcan siqnalı olduğunu məruzə edir. Cavab zərbəsi prosedurunu başlatmır. Və sonra nə qədər gözlədilər? O gözləmə anı yəqin ki, əsrlərə bərabər olub. Təxminən 20 dəqiqə. Əsəblər tarım çəkilmişdi. Nəhayət təsdiq olunur ki, hə, Petrov haqlıymış. Heç bir raket buraxılmayıb, sadəcə çox nadir bir atmosfer hadisəsi günəş şüalarının yüksəklikdəki buludlardan əks olunması kompüterləri çaşdırıbmış. Deməli, yenə bir insan. Texnologiya səhv etdi, amma insanın mühakiməsi, bəlkə də instinkti, dünyanı yenidən xilas etdi. Arxipov və Petrov. Bəli, onların adları çox vaxt, necə deyim, böyük hərflərlə yazılmır tarixdə. Amma əslində onların hərəkətsizliyi, yəni nəsə etməməsi, bəlkə də ən böyük qəhrəmanlıq idi. Doğrudan da. Düşünəndə ki, onlar olmasaydı, bəlkə də indi nə sən, nə mən, nə də bizi dinləyənlər yox idik. Bu hadisələr bir şeyi çox aydın göstərir. Texnologiya nə qədər mükəmməl olursa olsun, o son kritik anda qərar yenə insana qalır. O düyməni basıb basmamaq məsələsi. Və insan faktoru həm bizim ən güclü tərəfimiz ola bilər, həm də ən zəif. Çünki insan həm səhv edə bilir, həm də bax belə inanılmaz bir soyuqqanlılıq göstərə bilir. Əlbəttə, həm qəhrəman ola bilir, həm də fəlakətə səbəb ola bilir. Bəlkə də həqiqətən də tarixin ən böyük, ən təsirli hadisələri o heç vaxt baş verməmiş hadisələrdir. Və bugün dünya fərqlidir. Texnologiyalar daha da inkişaf edib, süni intellekt dövrünə giririk. Sual qalır, bu yeni mürəkkəb texnologiyalar qarşısında insanın mühakiməsinə nə qədər güvənə biləcəyik? Çox vacib sualdır. Və o mühakimə, o insan faktoru səhv etsə, nəticələri necə olacaq? İndi artıq bəlkə də ikinci şansımız olmayacaq. Bax, bu barədə düşünməyə dəyər. Texnologiya və insan. Bu tarazlıq nə qədər kövrəkdir əslində.